Salam qızlar. Hər zamanki kimi sizin istəklərinizi nəzərə alaraq bugün də biz sizinlə çox güclü ağardıcı maska eləyəcəyik. Cəmi 2 inqrediyentdən və diqqətlə dinləyin. Maskanı həftədə 3 dəfə edə bilərsiniz və yaxud bir gündən bir istədiyiniz nəticəni əldə edənə qədər. Bizə lazım olacaq süd, hər hansı fərqi yoxdur. Hər hansı bir süd və qarğıdalı unu lazım olacaq. Qarğıdalını üyüdə bilərsiniz, belə hazır ununu da ala bilərsiniz. Mənim kimi qarğıdalı unu, hər hansı fərqi yoxdur. Deməli bizə lazım olacaq, yəni təxmin eləyə bilərsiniz. Məsələn 2 xörək qaşığı, məncə 2 çay qaşığı bəs eləyəcək. 2 çay qaşığı dolu qarğıdalı unu və süd əlavə eləyəcəyik. İndi isə çay qaşığı ilə süd əlavə eləyirik. 3, 4, 5. Yəni maska şəklini alana qədər qarışdırırıq yaxşı-yaxşı. Təxmini bax belə alınana qədər bax bu konsistensiya olmalıdır ki, üzümüzə vura bilək. Mən qıcıda 9-10 çay qaşığı süd əlavə elədim. Möhtəşəm nəticə olur qızlar. Bir gündən bir eləyə bilərsiniz. Mütəmadi, yəni istədiyiniz nəticəni əldə edənə qədər gündən qoruyucunu unutmuruq istifadə eləmək. Gündən qoruyucu 2 saatdan bir vurulur. Hətta evin içində yaxşı-yaxşı qarışdırırıq və üzümüzə vururuq. Qızlar 20 dəqiqə saxlayıb rahat yuya bilərsiniz. Ümumiyyətcə süd və qarğıdalı çox ağardıcı effektə malikdir. Hətta südlə siz hər gün səhər-axşam üzünüzü də tonik əvəzi silə bilərsiniz. Həqiqətən nəticə görəcəksiniz. Təbii ki, paralel olaraq məsləhət görürəm, mütləq şəkildə immunitetinizi də bərpa eləyəsiniz. Hər gün mənim kimi Vitagut siropunu için ki, həm nəticə qalıcı olacaq, həm də ümumiyyətcə üz rənginiz dəyişəcək. Çünki ləkələr elə bir şeydir ki, 50-60% daxildəndir. 30-40% isə yəni günəşdən və s. İmmunitet zəif olanda yay gəlir və gün şüalarını daha tez əks effekti olur. Nəinki sizin immunitetiniz bərpa olanda gün şüasına da qarşı yəni bariyeriniz daha qoruyucu olur, üz bariyeri. Mütləq şəkildə Vitagudu da istifadə edirik. Nə qədər ki, bütün apteklərdə var. Alın, ailəvi olaraq istifadə edin. Vitaminimizi də içəndən sonra, üzümüzü yuyandan sonra da gecə kremimi istifadə edəcəm. Xronalong buradan almışam. Həm münasib qiymətədir, həm də çox güclü cavanlaşdırıcı da, ağarma effekti də verir və zərərsizdir. Bunun gündüz kremini gündüz eləyirəm. Gecə kremini də gecə. Yaxşı-yaxşı üzümüzə vururuq. Bütün mən göz ətrafına da istifadə edirəm. Dodaqlara da və masaj şəkildə yedizdiririk. Biraz çox oldu. Amma eybi yox, xeyri var, ziyanı yox. Öz kollageninizi bərpa eləyəcək və parıltı verəcək üzə. Deməli, maskamızı evdə hazırlayırıq. Vitaminimizi bütün apteklərdə var, əldə eləyirik. Və kremimizi yazmışam. Bütün kremlə bağlı sualları bu səhifəyə verin. Dediklərimi bir eləsəz, yəni ən gecə bir həftəyə hər kəs soruşacaq ki, üzünüzə nə etmisiniz, nə etmisiniz. İstəsəz sirrinizi deyərsiniz, istəsəz yox. Elə biləcəklər ki, 10 dənə biorevitalizasiya eləmişsiniz. Çünki həm daxildən, həm üzdən baxım etmiş olursunuz və təbii ki, imkan olsa siz əlavə olaraq biorevitalizasiya istəsəz eləyə bilərsiniz. Büdcəniz ona imkan verirsə, yox əgər o zaman evdə də baxmaq olar. Çox bəyəndim. Maskanı da çox sevirəm. Tez-tez eləyin.